Ekrana baxanda da Əvvəldə mən tarixçiyəm. Gülümse Mehmet dayı. Anlaşır. Valla cehennem dövrü. Biraz geniş sunan mıydı öyle? İndi biz Şuşanın müdafiəçiləri görüşürük. Onlar Respublikamızın müstəqil qanundan gəlmiş könüllü döyüşçülərdir. Firdevsi bəy Qaragəb döyüşlərində əməliyyatında iştirak edib. Saç eləm özü təqdim edir. Mən Zakirov Firdos Babaoğlu. Mingəçevir şəhərindənəm. Özüm də Əfqanistan'da xidmət eləmişəm. 2 il 6 ay. Hal-hazırda Mingəçevir uşaqları ilə bir yerdə Qaragəb kəndindəyik. Hal-hazırda da həmin kəndin həm komendantı, həm də ki komandiriyəm. Firdevsi bəy, real vəziyyət Qaragəb. Hal-hazırda Qaragəbdə vəziyyət çox yaxşıdır. Əladır, döyüşçülərimiz qeyrətlə, namusla kəndimizi qoruyur. Onunla da bərabər əməliyyatlarda iştirak edirlər. Biz düz 2 dəfə Meşəli kəndini boşaltmışıq. Yaxşı olar ki, qeyrətli olanlardan yığışıb gəlsin, o kətdə oturdura bilək. Bir balaca da qabağa gedə bilək. Mən çox üzrəyəm. Meşəli kəndini siz erməni quldurlarına azad eləmişsiniz, belə deyirsiniz? Bəli. Aha. Bəs kimlərin də yaşamasını siz arzu eləyərdiniz? Arzu eləyərdim ki, elə bizim bu şəhərlərdən, kətlərdən o qovulmuş, getmiş, öz başına gedib o, nətər deyərlər, yer verirlər, bizə şərait verirlər. Yaxşı olar ki, onu televizyonda iş verməsinlər. Yaxşı olar ki, həmin adamlar qaytarılsın təzən öz kətlərinə. Aydın, sağ olun. Bizim, mənim sağ tərəfimdə Bakı Şəhər Sovetinin deputatı, həm də fəal cəbhəçi Zeynalabdin Məmmədov dayanır. Zeynalabdini mən Bakıda olduğum günlərdən tanıyıram. Qeyrətli vətən övladı kimi o da bu günləri Azərbaycan torpağını yağı düşmənlərdən qoruyur. Zeynal, sənin seçiciləri nə arzu eləyərdin? Bakı şəhərində yaşayan seçiciləri nə arzu eləyərdin? Sən bura gələndə yəqin ki, nəsə bir məsələn, səndən söz istəyən seçicilərin var. Hər halda mən onlara mətinlik arzu eləyərdim. Bir də ki, hər halda mən öz verdiyim sözdən qaçmamışam. Onlara verdiyim sözü indi də hal-hazırda burada yerinə yetirir. Aydın, sağ olun. Şöyle kimin sözü var? Biz istəyərdik ki, Xahiş eləm özü təqdim edeyim. Ağcabədi rayonunun Hündər kəndindən Mamedov Yıldaş. Mən istəyərdim ki, bizim xat cəbhəsi elə olsun ki, möhkəm müdafiədə dayanaq. Hər bir vaxtı qeyrətimiz, namusumuzu çəkən oğullar bizlə bir yerdə olsun. Sağ ol. Mən sözüm var idi. Buyurun. Üstündə Allah var. Mən Əfqanistan'da olmuşam. Hərbidə də burada olan uşaqlar çox. Burada olan şərait, burada olan vəziyyət, uşaqların dolanışığı heç bu dəqiqə ailələrində yoxdur. Yəni demək istəyirəm ki, güzəranımız çox gözəldir. Heç kəsin valideyni narahat olmasın ki, burada balası ac qaldı. Burada yiyən uşaqlar yedikləri çörəyi, yediyi paltarları heç evlərində yiyəni olmuyor ki, burada yeyirlər onu. Bu bir. İkincisi, mən Mingəçevir cəmaatına öz minnətdarımı bildirmək istəyirəm ki, bizim icra hakimiyyəti çox sağ olsun. Gedən ailələrə pulsuz təminatı ilə məşğuldur. Üstəlik yardım da verir. Həm də ki, bizim ittifaqın sədri
Yusuf Knyazov, Əfqanistan Vətəndaşlar İttifaqının sədri. Bəli, həmin yoldaşa böyük minnətdarlığımı bütün hərbiçilərimizin adından bildirmək istəyirəm. Üstünə başqa kimin sözü var? Kirov rayonu, indiki Binəqədi rayonu Xaç Cəbhəsinin idarə heyətinin üzvüyük. Bütün bizim idarə heyətin demək olar ki, 50-60% buradadır. Hal-hazırda bütün batalyonu biz nəzarət edirik. Gecə şəhərdə patrolları, hansı ki, şəhərin qayğısına biz qallıq. Ancaq mən yerli cəmaatdan, o cümlədən bir xahişim var ki, xahiş edirəm, 2 aydan sonrasa vəziyyət yaxşılaşacaq. Onlar hansı üzlə bu evi, bu Şuşadakı olan evləri qoyub tərk edib gedirlər. Hətta silahlarını götürüb gedirlər. Biz də oradan buraya gəlmişik ki, öz vətənimizi qoruyaq. Və onlar nə üçün gedirlər? Əgər onlar da gedəcəksə, onda bir yolu elə təslim edək, ərzəmizi yazıq ermənilərə verək, çıxaq da buraya gedir. Belə şey olmaz. Xahiş edirəm, bütün cəmaat qaçsın öz yerlərinə. Bir də onu demək istəyirdim, Şamil. Və bu imkandan istifadə edib onu demək istəyirdim ki, buranın cəmaatı çox qonaqpərvərdir. Cəmaatdan hamımız razıyıq, əlbəttə ki. Çox mehriban cəmaatı var. Elə yoldan keçəndə də əl çəkmirlər ki, gəlin heç olmasa bir iskan çayı içsin. Özünüz də bunun şahidi oldunuz bayaqda dəfələrlə. Buranın cəmaatı çox yaxşıdır. Bizim cəmaatdan inciliyimiz yox. Belə çıxış ki, siz cəmaata minnətdarlığınızı bildirmək istəyirsiniz. Bəli. O cəmaata həmişə biz minnətdar olmalıyıq ki, biz buradayıq. Ancaq onlar doğrudan da bizi gözəl də qarşılayırlar və nə lazımsa olsa qulluğumuzda hazırdılar. Ancaq bizim ehtiyacımız yox. Sağ olun. Çox sağ olun. Hadi Allah, ne indirdiler? Cemaatın bir ayı kopacağız olur. Göstərilər gidiyor. Ben yallah verdim sana kim İsmail Atay'la. Şimdi bir təqdim edin. Ben yallah verdim İsmail Atay'la. Yallah verdim bana. Ben kömürlü olarak gelmişim. Axır qanıma kimi döyüşməyə hazıram. Vətən hamının üçün qeyrətidir. Vətən nə qədər qeyrətsiz oğlanlarımız varsa hamısına arzu edirəm ki, qeyrətə gəlsinlər Qarabağımıza. Şuşamız dar gündədir, gəlsin köməyə. İstəyərdim ki, hamının məsələn, nətər deyim, bizim kimi də döyüşən oğlanlara can sağ arzu edirəm. Aydın, sağ ol. Buyur. Tamam, tamam. Təqdim edək. Mən kəsib gətirəyim, nə mi? Mən Abbasov Məmməd Qubadan gəlmişəm. İstəyirəm evi atama, anama, bütün Quba cəmaatına salamı yetirim. Həm də istəyirəm ki, mənimlə 90-cı ildə Qubatlı kəndində vuruşan uşaqlardan xahiş edirəm gəlsinlər bura. Mənimlə kim vuruşub 90-cı ildə, olay hamısı gəlsin bura. Başını özü təqdim edin. Kərimov Sadıq Hidayətov, Ağcabədi rayonunun Hindar kəndi. Mənim ümumi olan Azərbaycanda qeyrətli oğlanlarımız var. Birinci onlardan qeyrətin namusu biz bu günlərim dakansa həyatımızın axırına qədər qoymalıyıq tərəziyə yaxşı oğlanlarımızı seçib Dağlıq Qarabağ toxunulmaz bir nöqtədir. Onu axır qanımıza qədər Dağlıq Qarabağı heç kimə verməyəcəyik. Bütün olan erməni eksperimentlərinə qarşı da axır mübarizəmizi qədər eləyəcəyik. Mən eşitdim ki, siz bir əməliyyatdan uğurla qayıtmışsınız. Bu günlərin bəli, bizim əməliyyatımız olub. Onların da bir nəfərin məhv eləmişik. Mən arz eləyərəm ki, axıra qədər də onları bu vəziyyətdə çıxardıq biz Dağlıq Qarabağdan, vəbşin təmizliyə yolları. Onlar nə bilim bizə çox ziyanlıq, çox deyərəmsə alçaq hərəkətlər eləyikdilər. Bizim qeyrətimizi, namusumuzu taftalayıbdılar. Mən bütün Azərbaycanın bütün yerindəki olan oğlanlarından vuruşan oğlanları hal-hazırda vuruşur, yox. O dalda qalan oğlanlarımıza mənim xahişim budur ki, hamısı gəlsin Şuşaya, Dağlıq Qarabağda olan ermənilərin hamısını boşaldaq. Azərbaycandan tam boşaldıq, eləmi? Bəli, bəli. Sağ ol. Azərbaycanda bir nəfər də ermənə qalır. Mən Oğuz rayonuna Abdurrahman Bəxtiyar Cabbarov. Mən bir dənə onu xahiş edərdim ki, bizim cəmaatdan, Oğuz rayonundan. Bir dənə onu demək istəyirəm ki, biz Oğuz uşaqları hamımız buradayıq, hamımız sağ-salamatıq. Hər şeyimiz də var, hər bir şeylə təminatımız da var bizim. Təmin edirlər bizə hər şeylə. Özüm də burada ıskılatçı işləyirəm. Ambardar yoxsa ıskılatçı? Iskılatçı. Zeynə Çingiz qoy sözünü desin, bu müəllim. Azərbaycan xalqına, Azərbaycan deyilənə nə deyirəm? Azər
Valla aldım sen güneşini. Ben alabilmedim. Yarımçı. Vatan neler var öyle güzel getirip alalım. Ama şimdi çare isterdim. Azerbaycan milletine görsem yarımçı.